Təsəvvür edin ki, bəstəkar özünün yazdığı musiqini eşidə bilmir. Amma elə bir əsər yaradır ki, 200 ildən çoxdur dünyanın ən möhtəşəm musiqilərindən biri hesab olunur. Söhbət Ludwig van Beethovenin 9-cu simfoniyasından gedir. Beethoven bu simfoniyanı 1822-1824-cü illərdə bəstələyib. Əsər ilk dəfə 1824-cü il mayın 7-sində Viyanada səsləndirilib və musiqi tarixində yeni bir dövrün başlanğıcı sayılıb. 9 simfoniya müəllifidir Beethoven. Ən məşhur simfoniyası, qəhrəmani simfoniya, Bonaparta həsr edilmiş simfoniya idi. Sonra 5-ci simfoniya Tale qapını döyür tezisi ilə məşhur olan bir do minor simfoniyası, semol və sonuncu simfoniyası 9-cu simfoniyadır. Yaradıcılığının zirvəsi hesab olunan möhtəşəm bir əsər. Bu simfoniyada çox böyük bir ideya qoyurdu Beethoven öz qarşısına. O bütün insanlara, cəmiyyətə müraciət eləyirdi. Onların hamısını qardaşlığa, birliyə çağırmaq istəyirdi. O elə hesab eləyirdi ki, insan yalnız bir olsa, qardaşlıq münasibətində olsa o xoşbəxt ola bilər. Cansız musiqi alətlərindən, yalnız cansız musiqi alətlərindən istifadə etməkdən vaz keçir, onları çox aciz hesab eləyir, canlı insanın birliyə, qardaşlığa çağırıldığı bir məqamı o insan nitqi ilə demək istəyir. Və simfonik musiqisində ilk dəfə olaraq, simfonik musiqisində olmayan bir vasitəyə əl atır, simfoniyada insan xorundan, yəni insan səsindən istifadə eləyir. Bu 4-cü hissədə, final hissəsində olur. Re minor simfoniyasının 4-cü hissəsi re majorda keçir, təntənəli bir xorla Schiller'in Şənliyə doğru odası sözlərinin əsasında xorun ifasında səslənir. Cəsarəti özündə tapmışdı ki, o klassitsizmlə romantizmin astanasında yaşayan bir bəstəkar idi. Romantizm isə öz demokratik ideyaları ilə hamıya məlumdur və həmin o simfoniyada xorun istifadə olunması, bu yeniliklər, onu yeniləşdirmək, başqa bir ənənə ilə birləşdirmək yalnız Beethovenin durduğu yerə məxsus ola bilərdi. Simfoniyanın son hissəsində səslənən Sevincə Oda melodiyası bugün Avropa İttifaqının və Avropa Şurasının himni kimi istifadə olunur. Musiqi artıq təkcə klassik sənətin deyil, həm də sülhün, azadlığın və həmrəyliyin rəmzinə çevrilib. 9-cu simfoniya Beethovenin səhnəyə son çıxışı oldu. Tamamilə eşitmə qabiliyyətini itirən bir bəstəkar orkestra dirijorluq eləyirdi. Dinləyicilər gözləmədiyi halda simfoniyanın sonunda insan səsini, xoru eşidəndə o alqış sədaları, o insanların, dinləyicilərin heyrəti, amma Beethoven bunların heç birini görmür, eşitmir, çünki o üzü tamaşaçılara qarşı dirijorluq edir və bu məqamda ifaçılardan biri qaçıb onun üzünü tamaşaçılara döndərir və tamaşaçıların ülvi bir hisslər yaşadığının şahidi olur. Aradan 2 əsrdən çox vaxt keçsə də Beethovenin 9-cu simfoniyası dünyanın ən çox ifa olunan klassik musiqi əsərlərindən biri olaraq qalır. Çünki bu əsər insanlara eyni fikri xatırladır. Musiqinin dili bütün sərhədlərdən daha güclüdür.